Salam, hörmətli izləyicilər. Bəzən nəvəyə deyirlər ki, əmi dayı olan yerdə, bibi xala olan yerdə sənə baba evindən pay düşmür. Bu yanlış fikirdir. Mən hüquqşünas Zaur Seyidzadə bu barədə bu videoda məlumat verəcəm. Nəvəyə də pay düşür. Eyni zamanda onu qeyd edin ki, gəlinlərə deyirlər ki, 2009-dan əvvəl evlənmisənsə, həmin evdə yaşamaya hüququn var. 2009-dan sonra evlənmisənsə, yaşamaya hüququn yoxdur. Xeyr, müəyyən hallarda var. O barədə də məlumat verəcəm. Eyni zamanda onu deyin ki, mülkiyyət sahibi belə rəsmi nikahı yoxdursa həyat yoldaşına mütləq vəsiyyətnamə yazmalıdır ki, sabah o vəfat etdiyi halda ev yanı həyat yoldaşına və uşaq ailə qalsın. Hörmətli izləyicilər, niyə onu deyirəm? Hamısını bu videoda izah edəcəm. Mən hüquqşünas Zaur Seyidzadə. Sona qədər baxın ki, hər şey aydın olsun. Birinci məsələ bildirin nəvə ilə bağlı. Hörmətli izləyicilər, nəvə o vaxt pay əldə edə bilər ki, evdən babanın evinə. Deməli, birinci baba dünyasını dəyişib, sonra da uşağın atası dünyasını dəyişib, yaxud da anası. O halda mütləq qaydada vərəsə kimi nəvənin də orada payı var. Yəni, birinci dərəcə vərəsə bərabər tutulur. Yəni, əmi, dayı, xala, bibi bərabər tutulur. Bu bir şərt. İkinci şərt ondan ibarətdir ki, hörmətli izləyicilər, gəlin əgər 2009-da qərar gəlibsə, mütləq onun orada yaşama hüququ var. 2009-dan sonra gəlibsə, yenə yaşama hüququ var müəyyən şərtlərlə. Məsəl üçün, əlilliyi olan şəxssə, yaxud da uşaq əlilliyi olan şəxssə, onun orada yaşama hüququ var. Eyni zamanda gəlin də pay hüququ vaxtı var ki, hörmətli izləyicilər, həmin evdə yoldaşı qaynasının sonra dünyasını dəyişibsə və ya yoldaşı qaynası dünyasını dəyişməkdən sonra belə deyək də paydan imtina etmirsə, daha düzgün qaynası əgər dünyasını dəyişibsə, əli sağ olubsa gəlinin və həmin həyat yoldaşı paydan imtina eləmirsə, gəlinə həmin evdən pay düşür. Nəzərə alın, hörmətli izləyicilər. Əsas məsələdən biri budur. Və onu qeyd edin ki, nəyə görə deyən ki, mülkiyyət sahibi rəsmi nikahı yoxdursa, həyat yoldaşına vəsiyyətnamə versin. Ona görə verməlidir ki, nikah olmadığı halda o sıvı hesab olunur. Sabah dünyasını dəyişdiyi zaman həmin evə qardaşlar, bacıları şərik olur. Nəzərə alın, hörmətli izləyicilər. Bir məsələ bu. Yəni, belə bir məsələdə ehtiyatlı olmaq lazımdır, qərar vermək lazımdır mülkiyyət sahibinə. Mütləq qaydada. Mən həm hüquqşünas kimi demək istəyirəm, həm əli arabasında olan şəxs kimi öz təcrübəmə əsasən demək istəyirəm ki, ilin əhəmiyyəti yoxdur, 2009-dan sonra gəldi, 2009-dan əvvəl gəldi. Nəvə əlildirsə, gəlin əlildirsə, həmin evdə yaşama hüququ var, bir mənalı şəkildə. Bu müzakirə olunmur, bu mənzil məcəlləsində özü əksini tapıb, mülki məcəllələrdə əksini tapıb, hörmətli izləyicilər. Yəni, əsas şərtlərdən biridir. Qeyd edin ki, ətraflı məlumat almasın, qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. YouTube kanalına abunə olan şəxslər üçün telefon hüquq məsləhətinin verilməsi 10 manatdır, hörmətli izləyicilər. Bayaq qeyd edin ki, mən özümdə əlilliyi olan şəxsin əlil arabasındayam. Həm hüquq məsləhəti verməklə dolanıram. Eyni zamanda dünyanın 40 tanınmış əlilləri haqqında kitab hazırlamışam. Bu kitabı 20 manat satmaqla dolanıram. Ona görə xahiş edirəm, videonu bəyənin, daha çox şəxsin xəbəri olsun, hörmətli izləyicilər. Amma xahiş edirəm, kimin nə sualı varsa, hörmətli izləyicilər, WhatsApp-a səslə göndərsin, mütləq qaydada. Ondan sonra suallara cavab verə bilim. Bir də görsə, başqa yerdə olan cavab verə bilməm. Nəzərə alın, üzvü hesab edim, hörmətli izləyicilər. Mütləq qaydada. Qeyd edin ki, mənim 1700-dən artıq videolarım var, şotla birlikdə. İstər vərəsə ilə bağlı olsun, istər mülkiyyətinə bağlı olsun, istər əməkdaşın bölgəsinə bağlı olsun, istər pensiyayla bağlı olsun, istər sosial yardımla bağlı olsun, istər digər müavinətlərlə bağlı olsun, hörmətli izləyicilər var. Baxa bilərsiniz, amətlərlə var, uşaqla ünsiyyətlə bağlı da var. Baxa bilərsiniz, dediyim kimi, hörmətli izləyicilər. Və eyni zamanda onu qeyd edin ki, kim mənə dəstək olmaq istəyirsə, birinci növbədə
videonu beğensin ve kanala abone olsun. Ve imkan dahilinde de kanala iade etsin. Hürmetli izleyiciler. Gelin biraz aktif olaq. Ben bu ayın axırına qədər istəyən ki 10.000 abunə yığım. Hal-hazırda 4.400 abunə satmışam, 10.000 gəlin satım. Belediyədə 5.600 abunə var, hörmətli izləyicilər. Bunu açmasa biz çalışaq, zəhmət olmasa 10.000 satdıq. 4.400-ü biz istəsək bir həftəyə yığa bilərik. Zəhmət olmasa aktiv olaq. Və hamınıza əvvəlcədən təşəkkür edirəm, hörmətli izləyicilər. Videonu beğenin, qoy insanlar su quramışlar. Bir də görürsünüz, gəlindir, ayrı qoyur. Qaynata rəhmənə gedir, sonra yoldaşı rəhmənə gedir, qayını evdən çıxardır. Sonra da qalır belə. Ona görə bunu paylaşın, qoy bilsinlər. Eyni zamanda, gəlinin yaşamış hüququ tanınırsa, qayına gəlib vəsə payını götürübsə, o halda mütləq gəlini evdə çıxartdığı zaman 3 il kirayə pul miqdarında təzminat ödəməlidir, hörmətli izləyicilər, nəzərə alın. Bunu da məlumatı sizə verdim. Dediyim kimi zəhmət olmasa videonu beğenin, kanala abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun. Eyni zamanda faydalanırsa imkan daxilində kanala iade edin, hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun, abunə olmağı unutmayın. Sağ olun.